Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Hər birinizi xoş gördük. Növbəti dərsimizə başlayıram və sizə məlum olan səbəbə görə çıxışı YouTube-a gec yüklədim. İnşallah çalışacağam ki, hər günün o tələb olunanı, yəni çıxışları vaxtında YouTube-a yükləyim. Bu gecikmə məndən asılı olmayandır. Mən istəmirəm sizləri intizarda qoyam. Çünki Allah işi demək olar ki, hər işdən vacibdir. Amma elə işlər var ki, o da ilahi tərəfindən də üzürlü olur. Şərhlərə görə çox sağ olun. Mən həmişə çalışıram ki, o duyğularımla, saf ruhumla sizləri dualayım desəm, bəlkə də doğru düzgün alınmaz. Mənim insanlara, insanlığa olan münasibətim özü dua xarakterlidir. Yəni, ilahi varlıqlara da mən həmişə ibadətdən sonra, yəni ibadətin sonunda Allahımızdan nur diləyirəm. Çünki haqq-sevərdirlər, Allahımıza sədaqətlidirlər və xidmətdədirlər. Sizlər də bu qəbildənsiniz. Yəni, elə bu münasibətin, bu diqqətin özü də Allah işinə bir xidmətdir. Mən həyat kitabından davamını oxumaq istəyirəm. Növbəti beytimiz belədir. Bütün aləmin ağıldır canı. Gəlin birgə tutaq ağılla qanı. Bütün aləmi bizə dərk etdirən və yaxud da ki, onun yaşamasında əsas rol oynayan bir cövhər kimi ağıl mövcuddur. İdealistlər də belə deyir ki, yəni ağlın məhsuludur. Ancaq biz maddiyyatı inkar edə bilmərik. Ona görə ikinci misrada deyilir ki, gəlin birgə tutaq ağılla qanı. Yəni, ağıl mənəvi olandır, qeyri-maddidir. Qan isə maddidir. İkisi də bir-biri ilə daim vəhdətdədir, qarşılıqlı asılılıqdadır. Yəni, ağlımızla hisslərimiz, mənəvi varlığımız olan ruhumuzla duyumumuz, ürəyimiz, ağlı özündə bərqərar edən beynimiz. Biri maddidir, biri qeyri-maddi. Eyni zamanda da biri maddidir, biri mənəvi. Bir-birindən də ayrılan deyirlər. Hər şeyi ağılla biz başa düşürük, qəbul edirik, mülahizə yürüdürük və bu ucu bucağı görünməyən, bilinməyən kainatın da cərəyan etməsində ağıl müstəsna rol oynayır. Hər bir yaranışın cüt əksidirlər. Allahı, Tanrını əks etdirirlər. Hər bir yaranışın, mövcud varlığın maddi olaraq kütləsi də vardır. Mənəvi olaraq ağlı, ruhu da vardır. Bu inkar olunmazdır. Bu cüt əkslik hər bir mövcudluqda özünü göstərir.
Kimlərsə bəlkə qəbul etməyə Allahı, Tanrını əks etdirirlər. Allahı əks etdirən ağıldır, ruhdur, Tanrını əks etdirən isə maddi bilinənlərdir. Maddi kimi qəbul olunanlardır. Ayrılmaz canlılardır fərqli anlamla. Əbədi vardırlar ruhla, adamla. Ayrılmazdılar, vəhdətdədirlər əbədiyyən. Amma fərqləndiririk biz onları. Mən sizlərə demişəm, ruhu ayrıca başa düşürük ki, varlığımızdadır, bizi yaşadandır. Və qeyri-maddi kimi də başa düşürük, qəbul edirik. Bu fiziki bədənimiz bioloji olaraq var olan, maddi kimi qəbul olunsa da biz tərəfdən, o ruhlar toplusudur. Enerji toplusudur. Sadə misalını deyim də, yer kürəsinin 1/3 hissəsi qurudur. Yerdə qalanı sudur. Suyu biz bir kütlə kimi qəbul edirik maddi olaraq. Amma o qeyri-maddi tərkibdən ibarətdir. Miqdarca, yəni 2 hidrogen atomu ilə 1 oksigen atomunun vəhdətidir. Heç su haqda düşünəndə, ondan istifadə edəndə, içəndə biz düşünmürük ki, bu qazdır. Onu bir maye kimi də qəbul edirik. Yəni, mayəyə çevrilmişdir o iki qaz. Hansı ki, nə iyi var, nə dadı var, nə də çəkisi vardır. Amma mövcuddur, qəbul olunandır, istifadə edirik. Qazdan fərqli qəbul edirik. Fərqlənir, amma bir eynilik vardır. Bədənimizin mən faiz etibarilə deyə bilmərəm, yaddaşım bilirsiniz ki, məni həmişə yorur. Varlığımızın çox hissəsi, bilmirəm, bəlkə də 80% sudan ibarətdir. Buna da əhəmiyyət vermirik. Cismi bədənimizi bərk hal kimi başa düşürük, qəbul edirik. Və o cümlədən də biz heç vaxt düşünmürük ki, varlığımız qazdan ibarətdir. Buna da əhəmiyyət vermirik. Amma bu da bir həqiqətdir. Neçə faiz maye, su varsa, o qədər də o qazdan ibarətdir. Enerji toplusudur. Bu da ağlımıza gəlmiş. Deyirik, qanımız var, canımız var, sümük var, saç var və yaxud da ki, varlığımızı təşkil edən nə varsa hamısını fərqli adlarla qəbul edirik. Və nəhayət, varlığımızın torpaqdan ibarət olmasını da düşünmürük heç zaman. Amma torpaqdan qidalanma ilə biz belə ərsəyə çatmışıq. Bədən üzvlərimiz torpaq məhsuludur. Sanki torpaqdan yaranmışıq. Bunu da inkar etmək olmaz. Ətrafda nəyi görürüksə, hamısı torpağın məhsuludur. Amma fərqli adlarla, tərkiblərlə. Buna da əhəmiyyət vermirik. Haqdırlar görünən, görünməz kimi. Sizi çaşdırmasın onların ismi. Haqdırlar, həqiqətdirlər.
Görünən və görünməz kimi. İnkar olunmazdır. Görünən cismi bədənimizdir, görünməyən ağlımızdır, ruhumuzdur. Heç birini də inkar edə bilmərik. Həqiqətdirlər. Bizi çaşdıran onların adlarıdır, ismidir. Hamısını fərqli-fərqli adlarla qəbul etmişik. Hamısının özünə uyğun adı vardır. İsimlər dəyişir fərqli dillərdə. Düzgün dərk olunur haqq əqillərdə, yəni ağıllarda. Hər şeyin adı olduğu kimi, hər bir dildə də o fərqli səslənir. İstər gözümüzü nəzərdə tutaq, əlimizi nəzərdə tutaq, adlandırırıq, adı vardır. Amma fərqli dillərdə fərqli səslənir. Ancaq təfəkkür dilində bu fərqlənmə yoxdur. Biz ifadədə o fərqləri meydana çıxardırıq. Ağlın dilində isə nəyi götürürsən götür, nəyi başa düşürsən düş, misal gətir. Deyək ki, bax bu dəftərdir, danışıqda bizim dildə bir cür səslənir, amma qeyri dildə fərqli adlanır. Düşüncədə isə mən də düşünürəm o dəftərdir, ingilis də düşünür, rus da elə düşünür, italyan da elə düşünür ki, o dəftərdir. Təfəkkür dilində onun fərqi yoxdur. Danışıq dilində fərqlənir. Onun ağılda eyniliyi vardır. Yəni isimlər dəyişir fərqli dillərdə. Düzgün dərk olunur haqq əqillərdə, yəni ağıllarda. Düzgün dərk olunur haqq olan. Fərqlənmir o. Nəyi nəzərdə tuturuq tutaq. O cümlədən də elə haqq Allahımızın adıdır. Allah barədə düşüncələr də ağılda eynidir. Danışıqda, ifadədə müxtəlif səslənir. Bildiklərimi deyim də, indi bizim dildə Allah deyirik, Tanrı deyirik, haqq deyirik, min bir adı ilə deyək, izahlandıra bilərik. Rus dilində Bog deyilir, Tvorets deyilir, yaradan kimi deyilir. Onu da çoxdan eşitmişəm. Erməni dilində Astvas deyilir. İngilis dilində başqa cür səslənir. Bunun kimi də adların hamısı danışıq dilində fərqlidir. Ağıl dilində isə eynilikdir. O əqillərdəki dar deyil gendir. O əqlin mayası sağlam beyindir. Hansı ağıllarda düzgün dərk olunur, o dar düşüncəlilərdə yox. Geniş şuura malik olanlarda. O əqlin mayası da sağlam beyindir. Sağlam beyin, sağlam düşüncənin mənbəyidir. Niyə sağlam adlanır? Çünki doğru düzgün başa düşülür, mülahizə yürüdülür, əsaslandırılır. Həmin o gen düşüncəli insanlarda ağlın mayası sağlam beyindir. Qeyri-sağlam beyin sağlam fikir yarada bilməz. Ona görə də bir çox narahat edici hallar yaranır.
qeyri-sağlam fikirlərdən yaranır və yaxud da ki, qeyri-sağlam biliyə malik olanlar, düşüncəyə malik olanlar o fəsadları törədirlər. Özündən müştəbih, az dərkli insan səhv fikir söyləyir, olduqca asan. Özündən razı olanlar ki var, özündən müştəbihdirlər. Belələri az dərkli insandır. Dərrakəli insan heç vaxt özündən razı olmur. Yanlış fikirlərinə əsas qazandırmır, haqq qazandırmır. Və nə gəldi də asanlıqla deyirlər. Sanki onların danışdığı bir aksiomadır. Heç onun sübutuna ehtiyac yoxdur. Və belələri də yanlış düşüncələri ilə çaşqınlıq yaradırlar insanlarda. Həyat fəlsəfəsi hər ağla sığmaz. Az dərkli insandan sağlam söz çıxmaz. Bu həyat anlayışı ki var, həyat fəlsəfəsi deyilir, o hər ağla sığmaz. Dar düşüncəli insanlar həyatın gedişatını başa düşmürlər. Eşitsələr belə inamsızlıqla yəqinlik hasil etmirlər. Ona görə də dar düşüncəlilər Allahın varlığına şübhə edirlər. Ola bilər ki, hər hansı bir sahədə dərin biliyə malikdir. Amma bu o demək deyil ki, o tam dərrakəli insandır. Elələrinə sadəcə bilikli və yaxud da ki, bilgili deyə bilərik, məlumatlı deyə bilərik. Az dərkli insandan sağlam söz çıxmaz. O qədər alimlər olub ki, sonradan həqiqət məlum olanda onların yanıldığı başa düşülür. Bu kimi fikirlər də bəşəri müəyyən qədər çaşdırıb həqiqətdən uzaq salıbdır. Çünki az dərkli insandır. Niyə az dərklidir? Bir mənalı olaraq elmə söykəniblər. Helmi fikirləri qəbul etməyiblər. Yəni, ilahi fikirlərə ögey yanaşıblar. Onlar natamam biliyə sahib olublar. O insanlar tam biliyə sahib olurlar ki, həm dünyəvi elmlə məlumatlıdırlar, həm də ali varlıqlardan gələn fikri qəbul ediblər, inanıblar və elmlə helmin vəhdətini yaratmaqla əsl həqiqətdən məlumatlanıblar. Yanlışı təsdiqə hey cəhd edirlər. Anlamı körlayır yanlış fikirlər. Yanlışı, yəni yanlış fikri təsdiqləmək cəhdində olurlar. Və anlayışı o yanlış fikirlər körlayır. İnsanı həqiqət yolundan saptırır. Qeyri-həqiqət yoluna sövq etdirir. Bu səbəbdəndir ki, həyat körlanıb. Kalların cəhdi ilə həyat zorlanıb. Elə bu səbəbdən də həyat körlanıbdır. İnsanlıq getdikcə tamamən itməkdədir. Artıq onun təməli qoyulubdur. İnsanlığa bir çürümə düşübdür və getdikcə də miqyası böyüyür. Və bu səbəbdən də
həyat korlanıb. Kalların, yəni kəm ağılların, səhv düşünənlərin cəhdi ilə həyat zorlanıb. Görürsünüzmü? Kəm ağıllar kimlərdir? O sıravi insanları demirəm, onların da içərisində hədsiz kal insanlar vardır ki, yetişməmişdilər. Amma böyük dövlətlərin rəhbərləri var ki, özünüz görürsünüz, eşidirsiniz xəbərlərdən də, sanki həyat zorlanır. Onu öz məcrası ilə axmağa qoymurlar. Çünki şər xislətlidirlər. Bəddirlər, bədliklə də bədləşiblər. Onlar üçün nə sərf edirsə, ona önəm verirlər. Elə yaxşı fikirlər söyləyənlər vardır ki, elə dövlətlər var, orada silah istehsal edirlər və bu silah istehsal etməklə də güclü varlananlar olub. Deyirlər, 2-ci Dünya Müharibəsindən sonra bir sabitlik, sakitlik yaranıb. Bu onlara sərf etməyib. Bankrot olanlar olub. Müflisləşiblər. Niyə? Çünki istehsal etdiklərini sata bilməyiblər. Müharibə yoxdur axı. Və onlar da müəyyən təsirə malikdirlər. Bu təsirlə də münaqişə ocaqları yaradıblar. O münaqişələr müharibəyə çevrilib və hal-hazırda da müharibə ilə alver edib varlananlar vardır. Sanki həyatı öz axarı ilə axmağa qoymurlar, zorla onun istiqamətini dəyişirlər. Yeni düzən adı ilə, yəni həyatın yenidən nizamlanması, düzülməsi, sərhədlərin yenidən qurulması söhbətləri gedir. Bu şərlərin işidir. Xeyirxah olan müharibənin, münaqişənin əleyhinədir. Bir halda ki, onlar silah istehsal edirlər, o silahlar nəyə gərək olur? Özünü müdafiə üçün, deyək ki, skladda qalsa, bu yaxşı. İndi belə fikirləşirlər, naqislərə qarşı müdafiə olunmaq istəyənlər də vardır. Amma bu silahlar işə düşəcək axı. Nədən ötürü işə düşəcək? Qırğın üçün. İnsanları, deyək, məhv etmək üçün. Öz məkirli niyyətlərinə çatmaq üçün. Onlar istehsal edirlər, satıb pul qazanırlar. Bunlar həmin silahları alıb işlədirlər, həm qazanclarını göyə sovururlar, həm qan qadalar törədirlər. İnsanlığa zidd olan əməllərlə yaşamaqdadırlar. Bu da insanlığın itməsinə gətirib çıxardır. Mənfi təsir amilləridir. Və indi geriyə dönüş yoxdur. Yəni bu münaqişələr, müharibələr dayanası deyildir. Getdikcə genişlənəcək ki, dayanmayacaqdır. Mən bir söz işlədirəm ki, həyat axarında təkamül geriyə dönməzdir. Təkamülə məruz qalanlar vardır. Ağıllılar ondan yararlanır, inkişaf edirlər. Dar düşüncəlilər o təkamülün təsiri ilə qan qadaya səbəb olurlar. Və buna görə də uca yaradan tədbirlidir. Bu narahatlıqların aradan qalxmasının bir çıxış yolu vardır ki, o da həyatın yenidən qurulmasıdır. Olanların, insanların düşüncəsi ilə, təbiri ilə deyirəm ki, məhv olunmasıdır və yenidən qurulmasıdır.
sadə dildə deyəcək olsaq, o alaqotlarının, dəlicələrin təmizlənməsi vacibdir ki, o mədəni bitkilər inkişaf etsin ki, insanlar ondan bəhrələnsin. İnsanlar tarlada, dirlikdə o yabanı bitkiləri yolurlar, yığırlar, quruyandan sonra od vurub zərərsizləşdirirlər. İndi kainatın sıxılma prosesinin son məqamında bütün o dəlicələr, bütün o yabanılar mütləq təmizlənməlidirlər. Və insanlar da insanlığını bərpa etməlidirlər. Nə ilə? Odla vəftiz olunmalıdırlar, paklaşmalıdırlar, saflaşmalıdırlar. Bu odla vəftiz olma bilirsiniz nədir? Su ilə vəftiz olunanlar dualarla sanki səhvlərini etiraf edir, tövbə edərək suya batıb çıxırlar 3 dəfə. Bunlar mənəvi olaraq sanki təmizlənirlər. Bir şərtlə təmiz hesab olunarlar ki, bir daha səhvlərə, günahlara yol verməsinlər. Bir mömin kimi, Allah adamı kimi həyatlarını yaşamaqda davam edirlər. Bunlar su ilə vəftiz olunanlardır. İndi odla vəftiz olunma zamanı gəlir. Odla insan belə vəftiz oluna bilər. O vicdan odudur, vicdan yanğısıdır. İnsan səhvini başa düşür, anlayır ki, səhvə günaha yol verib, onun ağrı acısını çəkir mənəvi olaraq, eyni zamanda da maddi olaraq müsibətlərlə üzləşir, cismani əzablar çəkir, o cümlədən də sıxıntılarla yüklənirlər, o dərəcədə sıxılırlar ki, beyin hüceyrələrində bir açılış olur, oyanış baş verir. Bu da o müddətdir ki, o müddəti hesablamaq, sonu görünməyən bir yaşayış tərzi kimi qəbul edin. O müsibət sanki sonlanmayacaq, dayanmayacaq. Elə əbədi olaraq insanlar o cəhənnəm əzabında yaşamalı olacaqlar. Belə bir təsəvvür yaranır. Amma həyat, kainat Allah qanunu ilə nizamlanır. Və qanun da belədir. Peşmanlıq yanğısı ilə qovrulanlar və cismani olaraq o etdikləri səhvin bədəlini ödəyənlər, vicdan əzabı çəkənlər, yəni o sıxılmalarla vicdan oyanarsa, o insanlar vicdan əzabı çəkirlər və qətiyyətlə fikirləşirlər ki, fürsət düşsə bir daha o səhvi, günahı etməyəcək. Və belə olan insanları, demişəm, ilahi varlıqlar nəzarətə götürür, onları sövq edirlər haqq yoluna, Allahımıza doğru. Səhvinin, günahının bədəlini ödəyən artıq bağışlanır və o həddə çatır ki, bir daha səhv etmirlər, günaha yol vermirlər, haqq yolu tutub bir Allah adamı kimi Allahın nuru ilə bəhrələnirlər. Bu, inkişaf yoluna üst tutmaqdır. Və bu baxımdan da mən demişəm ki, əbədi cəhənnəm yoxdur, əbədi cənnət yoxdur. Amma arxayın düşmək olmaz ha. Ən çətini nə olandır? O əzablı anların bitəcəyinə insan inanmır. Elə bir yanğı ilə yaşayır ki,
o cəhənnəm əzabını, müsibətini canında hiss eləyir. Olduqca ağır bir o yaşamdır. Mən bunu sanki yaşamışam və müəyyən anlar olur ki, yenə də yaşayıram. Başqalarının səhvi ucbatından. Amma mən belə qəbul edirəm ki, yox, o başqalarının səhvi deyil, mənim etdiyim səhvlərdir ki, mən başqalarında onu görürəm. Və buna görə də çalışıram ki, hər bir müsbət addımla bir səhvimi aradan qaldıram. Özümdən razı qalaraq düşünmürəm ki, mən haqq yolundayam. Mən Allah adamıyam. Mən təmizəm. Günahsızam. Belə düşünərəmsə, bir daha səhv edərəm. Və bununla da peşman deyiləm ki, yaxşı ki, mən öz səhvimi başa düşürəm. Özümdən razı deyiləm. Hər bir kəs də bunu düşünməyi bacarmalıdır. Özümə haqq qazandırmıram. Baxmayaraq ki, kimdəsə o səhvi görürəm, onun ağrı acısından mənə də pay düşür. Amma ayıq başla düşünürəm ki, yox. Mən bu istirabı çəkirəmsə, demək bu istirabın meydana çıxmasında mənim də bir zaman səhvlərim olub ki, başa düşməmişəm. Və doğru düzgün mövqe tutmaq üçün də səhvi özümdə axtarıram. Şükürlər olsun ki, bunu mən başa düşürəm. Yoxsa o xoş gələcəyə gedib çata bilmərəm. Özündən razılıq məni yanıldar. Və mən ürəklə bu söhbətləri edə bilmərəm. Ona görə bu etirafları edirəm, bu sözləri deyirəm ki, sizlər də özünüz üçün bir nümunə götürəsiniz, özünüzdən heç zaman razı qalmayasınız. İndi saat 1-ə 9 dəqiqə işləyib. Hələ mən çıxışımı tamamlamamışam, YouTube-a qoymamışam. Davam etmədəyəm. Nə üçündür bu? Bu mənim o səhvlərimin müqabilində atdığım doğru düzgün xeyirxah addımdır ki, Allahıma xidmət edirəm. Allahımı sevənlərə xidmət edirəm. Bu mənim yükümdür. Mən bunu daşımalıyam. Və hər birimiz də belə düşünməliyik. Bunu da məni doğru düzgün başa düşənlərə tövsiyə edirəm. Əzablardan, qarşıdan gələn narahatlıqlardan xilasımız xeyirxahlıqdır, yaxşılıqdır, vicdanla davranmaqdır. O cümlədən insanlığın bərpasına bir cəhddir. Həyatı kənarda arayan insan, həyat canındadır, sözümə inan. Yəni, insana müraciət olunur. Ahənglə oxumadım. Yəni, həyatı kənarda arayan insan, həyat canındadır, sözümə inan. Bax, elə etdiyim söhbət bir növ buna aiddir ki, mən niyə qeyrisində səhvi görə bilirəm, onu qınayıram, nəhayətdə utanıb özümü qınayıram ki, mən niyə belə deyirəm?
o səhvdə mənim payım vardır. Hər bir fərd belə düşünsə, səhvi özündə axtarsa və onu aradan qaldırsa, heç bir narahatlıq yaranmaz. Biz əmin-amanlıqda yaşayarıq. Firavan həyat sürərik. Və işarət edilir ki, həyat sənin öz varlığındadır. Özünü ondan ayrı sanma. Birinizi əks etdirirsiniz. O kənarda gördüklərin sənə aiddir. Bunu başa düşsən, anlasan, o axtarışda birinci özündən başlayarsan. Və tövsiyə də etmişəm ki, kimdə qüsur görürsünüzsə, onu özünüzdə axtarın. O sizdə varmı, olubmu, onu necə aradan götürmək olar? Aradan götürə bilirsənsə, bu sənin uğurundur. Və addım-ba-addım səadətə yaxınlaşırsan. Keçmişdə səndədir, gələcəyin də. Doğuşda səndədir, öləcəyin də. Yəni doğulmağın da səndədir. Ölmək də səndədir. Sən elə hesab edirsən ki, öləcəksən. İnsan özü haqda belə düşünür. Bu sənin yeni həyata doğuluşundur. Ölüm də sənə aiddir. Sən ölməklə olursan, yeni həyata qədəm qoyub doğulursan. Özün doğursan özünü. Özün yaradırsan özünü. Özün də Allahdan uzaq deyilsən. Allahın varlığının bir zərrəsisən. Səni yaradan həm Allahımızdır, həm də özünsən. Çünki Allahımızın təmsilçisi sənin varlığındadır. Və yaxud da bunu başqa cür qəbul edək. Olsun ata. Ata kimi yaradır? Övladını. Övlad kimdir? Özünün əksidir, təkrarıdır. Ana kimi doğur balasını. Balası kimdir? Ananın dəyişmiş forması. Özü özünü doğur. Özündən doğur onu. Bir dərindən fikirləşin, görün. Səhvdir yoxsa düzdür? Biz Allahı unutmuruq. Hər bir kəsin varlığında Allahımız sirlənibdir. O deyirəm, iki qütbün biri alidir, biri adi. İnsanın bir üzü adamdır, bir üzü Allah. İnsanın bir varlığı Tanrıdır, bir varlığı Allah. Allahın böyüklüyünü dərk edən öz kiçiliyini başa düşür və özü də böyükdür başa düşdüyünə görə. Demək, axtarış etdiyin, sual doğuran, canın xəbər verir hər bir doğrudan. Axtarış edirsən, o sual doğurur. Ondan da canın xəbər verir hər bir doğrudan. Axtarış et, sual yaradır da, nə isə bilmək istəyirsən, o sual ətrafında da axtarış edirsən, sual doğuran da o, axtarış etdiyin və canında axtar onu. Canın xəbər verir hər bir doğrudan. Doğrunu bilmək istəyirsənsə, özünə müraciət elə, öz varlığına müraciət elə. Ən doğru düzgününü özündə tapacaqsan. Diqqəti sən artır öz varlığına. Güc sərf et zəkana, güc ver ağlına. Özünə diqqəti artır. Varlığında axtar. Biraz dərindən düşün. Güc ver zəkana, güc ver ağlına.
Onda axtardığını tapacaqsan mütləq. Harda axtarıb tapacaqsan? Kənarda yox, öz varlığında. Kənarda tapdığın da sənin varlığındadır. Çünki sənin şuur dairənin içərisindədir o. Şuurla sən axtarış edirsən və şuurla da tapdığını dərk edirsən, qəbul edirsən. O sənin beynindir, düşüncəndir, şuurundur, zəkandır. Ona görə ağlına güc ver, hisslərinə yox. Bax, onda həqiqət aşkarlanacaq. Hər bir müşkül sual cavablanacaq. Axtar, tapacaqsan. Həqiqət aşkarlanacaq öz varlığında və hər müşkül olan cavablanacaq mütləq. Niyə? Əgər sən haqq işi üçün, xeyirxah işlər üçün axtarış edirsənsə, sənə alilər kömək edəcək. Allahımızın qüdrəti ilə, izni iradəsi ilə. Çünki sən doğru üçün axtarış edirsən. Amma pis iş üçün nə qədər axtarış etsən, ali varlıqlar sənə kömək etməyəcək. Çünki sən pis iş üçün düşünürsən. Sənə şərlər köməklik edəcək. Hansı ki, o yanlış fikirdir və onun nəhayəti puçdur. Mən ilkin olaraq fikirlər ətrafında düşünəndə belə ifadə etmişdim ki, siqaretdə, içkidə, nəşədə, narkotikada, hansı olur olsun, insanı sevə-sevə öldürən dostdur. Bax, o şərlər də insanı, yəni dırnaq arası sevə-sevə məhvə doğru aparırlar. Çünki sənin məhvə doğru getməyin onların xeyrinədir, sənin yox. Amma haqq iş üçün axtarış edəndə o Allah üçün deyil, səndən ötürüdür. Öz xoş gələcəyin üçün sən axtarış edirsən və ona da nail olursan. Öyrənmək vacibdir hər bir olanı. Tez aşkar edərsiz onda yalanı. Öyrənmək vacibdir. Hər bir olandan məlumatlı olsaq yaxşıdır. Və onda da tez aşkar edəcəksən yalan olanları. Çünki sən doğrunu biləndə yalan doğrudan ayrılır. Sən seçə bilirsən, nə doğrudur, nə yalandır. Doğrunu qəbul edirsən. Yalan insanlıqdan edibdir bizi. Yalanlar korladı məhz dərkimizi. Biz yalandan qaçmalıyıq. Amma nə fayda ki, məcburiyyətdən yalan da danışılır. Və yaxud da ki, məqsədə çatmaq üçün yalanlar söylənir. Elə o yalanlar da dərrakəmizi, dərkimizi korladı. Buna uyğunlaşdıq və getdikcə də haqdan uzaq düşdük. İndi özünə qayıdış zamanıdır. Nə ilə özünə qayıdış edə bilərik? Doğruluqla. Ona görə də doğruluğa önəm vermək vacibdən də vacibdir. Məni dinləyən hər bir kəsə təşəkkür edirəm. Vaxta görə söhbətimi yekunlaşdırıram. Var olun, sağ olun. Allah sizdən razı olsun. Allahın etimadını çalışın, doğruldasınız. Sizinlə həm bizim işlərimizə köməklik edən, əziyyət çəkən, görünməz ilahi varlıqlara təşəkkür edirəm. Onlara hörmətimi, məhəbbətimi bir daha izhar edirəm. Ana yurdumuza, ana torpağımıza, ana vətənimizə təşəkkürlüyəm. Hörmət və ehtiramla ana yurdumuzu, ana torpağımızı, ana vətənimizi yad edirəm. Şükür edirəm Allahımızın varlığına. Minnətdaram Allahımıza əbədi olaraq və əbədiyyən də o uca varlığın, ülviyyətin
Sevə-sevə səcdəsindəyəm, xidmətindəyəm. Sağ olun, salamat qalın. Növbəti görüşümüzə, söhbətimizədək.